Ermənistanın mina terroru davam edir. Son bir neçə gündə Kəlbəcər, Goranboy və Ağdərə rayonlarında 4 müxtəlif mina partlayışı qeydə alınıb. Nəticədə bir hərbçi olmaqla 4 nəfər xəsarət alıb. Bəs Ermənistan mina xəritələrini niyə gizlədir və beynəlxalq ictimaiyyət bu məsələyə niyə səssiz qalır? Son günlər baş verən partlayışlar bir daha göstərdi ki, Ermənistanın minaladığı ərazilər terror siyasətinin davamıdır. Dildə sülh istəyən ölkənin vaxtı ilə törətdikləri gün işığına çıxdıqca ya bir evdən can gedir, ya da bir insandan sağlamlıq. Təsadüfi deyildi ki, Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 400 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Mina xəritələri çox az dəqiqlikdədir, bəzi yerlərdə 25% dəqiqlikdə deyil. Azərbaycandakı bugünkü mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərində olan bütün mina qurbanlarının sayından çoxdur və bu say davam eləyir. Ona görə də baxmayaraq ki, tam sürətlə mina təmizləmə həyata keçirilir, əhalimiz də məsələyə şuurlu yanaşmalıdır. Siyasi şərhçi Aydın Quliyev deyir ki, beynəlxalq təşkilatlar insan hüquqlarını müdafiə etdiyini iddia edən qurumlar bu təhlükəyə göz yumur. Ermənistanın minalanmış ərazilərin xəritəsini gizlətməsi faktı qarşısında real təzyiq görsənmir. Nəticədə mina partlayır, günahsız insanlar xəsarət alır, amma məsuliyyət daşıyanlar cəzasız qalır. Dünya Birliyi dövlətlər Ermənistana minalanmış ərazilərin xəritəsinin verilməsi üçün lazım olan səviyyədə təzyiq də göstərmirlər. Əgər bu təzyiqlər göstərilsə, Ermənistan minalanmış ərazilərin xəritələrini %100 dəqiqliklə Azərbaycana versə, bizim işimiz xeyli dərəcədə yüngülləşər və mina terrorunun qurbanı olan insanların sayını tamamilə yox səviyyəsinə gətirib çıxarda bilərik. Qeyd edək ki, Vətən müharibəsindən sonra 202 min hektardan artıq ərazi mina və döyüş sursatlarından təmizlənib. ANAMA-nın məlumatına görə bu müddət ərzində 196 mindən çox mina və sursat aşkarlanıb. Təmizləmə proseslərinə Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi və 2 yerli şirkət də cəlb edilib. Fidan Səfərbək, Rəşimov, Space xəbər.